Dövlət nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri bugün bir araya gələrək informasiya təhlükəsizliyi məsələsini müzakirə ediblər. Toplantı iştirakçıları hərbi sirlərin yayılmasının, Ermənistanın informasiya sahəsində təxribatlarının qarşısının alınmasının yollarını müzakirə ediblər. Müzakirələri əməkdaşımız Çinarə Vaqif izləyib. Avqust ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmadan sonra mediada yanlış məlumatların, habelə hərbi sir xarakterli informasiyaların yayılmasından sonra aktuallaşan informasiya təhlükəsizliyi ilə bağlı müəyyən irəliləyişlər var. Tədbir iştirakçılarının fikrincə, noyabrda Ermənistan silahlı qüvvələrinin helikopterinin vurulması ilə bağlı hadisə də Azərbaycan mediası tərəfindən bir sıra kiçik istisnalarla düzgün işıqlandırıldı. Toplantıda iştirak edən millət vəkili Aqil Abbas isə son dövrdə Müdafiə Nazirliyinin informasiya siyasətini ümumilikdə bəyəndiyini desə də bir sıra iradlar irəli sürdü. Müdafiə Nazirliyi operativ olmalıdır ki, bizi qabaqlasın. O şəkli çəkən, o videolu çəkən jurnalist deyildi, hərbiçi idi. Düzdürmü? Və vuranda vur deyən də hərbiçi idi. Orada heç bir jurnalist olmuyor. Və dərhal həmin o informasiyanı hansısa sosial şəbəkədə yerləşdirəndə hərbiçidən alıb ya hərbiçi özü yerləşdirir. Görəcəm o hərbiçiyə cəza verdilərmi? Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə Prezident İlham Əliyevin informasiya təhlükəsizliyinin təmin edilməsinə dair sərəncamına uyğun olaraq bir sıra qanunverici aktlara dəyişikliklər hazırlandığını dedi. Sərəncamdan Nazirliyin müxtəlif qurumlarına qeyd olunan sahələr üzrə müəyyən edilmiş vaxtda müvafiq tapşırıqların icrasına yerinə yetirilməsi göstərilir. Müdafiə Nazirliyinin müvafiq qərarı ilə ilk növbədə silahlı qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında təlimat hazırlanaraq qoşunlarla göndərilmişdir. Avqust ayında cəbhə xəttində baş verən toqquşmadan sonra bir sıra kütləvi informasiya vasitələri insan itkiləri və güya azad edilmiş yaşayış məntəqələri barədə yanlış məlumatlar yaydılar. Bu səhvlərin pik nöqtəsi isə Azərbaycanın hərbi texnikasının hərəkət marşrutlarının mətbuatda yayılması oldu. Bundan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə media nümayəndələrinin iştirakı ilə toplantı keçirildi. Sonda isə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayaraq müxtəlif dövlət qurumlarına ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş tapşırıqlar verdi.